Dünya Azərbaycanlıları hər il olduğu kimi bu ildə Xocalı faciəsi qurbanlarının xatirəsini anır. Bunun üçün dünyanın yüzlərlə şəhərində faciənin 21-ci il dönümünə qədər anım tədbirləri keçirilir. Məqsəd isə bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materiallarının beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Xocalıya ədalət kampaniyası çərçivəsində Londonda keçirilən yürüyüş mitinqində məqsədi eynidir. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Böyük aksiya Trafalgar meydanından yürüyüşlə başladı. Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları Böyük Britaniya parlament binasının qarşısına doğru yürüyüş etdilər. Tədbir mitinqlə davam etdi. Aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi hüquqi qiymət verilməsi barədə çağırışlar etdilər. Onlar Xocalıya ədalət, rədd olsun erməni terrorizmi, biz ədalət tələb edirik, biz sülh istəyirik, Sarkisyan terrorçudur, Qarabağ bizimdir, bizim olacaq şüarlarını səsləndirdilər. Qeyd edək ki, hazırda Asaif və Britaniyada təhsil alan Azərbaycanlı tələbələr tərəfindən bu ölkədə Xocalı həftəsi keçirilir. Artıq 4 şəhərdə tədbirlərin baş tutduğunu deyən forum sədri Ramin Həkimov bildirdi ki, bundan sonra da müxtəlif şəhərlərdə tədbirlər davam edəcək. Məqsəd Xocalıya ədalət tələb etmək, erməni terroruna və Azərbaycan torpaqlarındakı erməni işğalına son qoyulmasını istəmək, ölkəmizin həqiqətlərini heç vaxt unutmayacağımızı dünya ictimaiyyətinə çatdırmaqdır. Yürüyüş mitinqin ən böyük xüsusiyyəti isə başqa ölkələrdən olan tələbələrin Azərbaycan həqiqətlərini dərk etməsi və şaxtalı hava şəraitinə baxmayaraq bir neçə saat davam edən aksiyaya dəstək verərək yürüyüşdə iştirak etmələri idi. Azərbaycanlılar, təbii ki, Türk qardaşlar və ən əsas bu Türk insanının, Azərbaycan insanının dostları. Aramızda Rumıniyadan, Əlcəzairdən, Qazaxıstandan, Rusiyadan, Finlandiyadan, Macaristandan, İsraildən və Amerikadan bir çox yerdən və Böyük Britaniyalı həm dostlarımız belə, həm yaşlarımız deyə aramızda iştirak edib. Və bu da artıq Azərbaycanın bugün beynəlxalq arenada öz sözünü deməsinə, artıq ədalətin bərqərar olmasına, yaxın olunmasına və insanların Azərbaycan haqlı mövqeyini dəstəkləməyinə dəlil gətirir. Dünya ictimaiyyəti Azərbaycan həqiqətlərinə lazımi diqqəti göstərmir. Bu fikirləri isə yürüyüş mitinqdə iştirak edən xarici tələbələr səsləndirdilər. Xocalı soyqırımı dünyadakı ən böyük ədalətsizliklərdən biridir. Britaniya parlamenti daxil olmaqla dünya ictimaiyyəti bu həqiqətləri görməli və bu cür ədalətsizliklərin qarşısı alınması üçün lazımi tədbirlər görülməlidir. Azərbaycan həqiqətləri də beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanınmalı və bilinməlidir. Azərbaycan gənclərinin səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün keçirdikləri aksiya və tədbirlər isə təqdirə layiqdir. Gerçekten Azerbaycanlı arkadaşlarımız ne hissediyorlarsa biz de aynı şeyleri hissediyoruz. Ermenistan'ın yaptığı gerçekten büyük bir yıkımdır, kıyımdır. Biz de her seferinde başta Birleşmiş Milletler olmak üzere büyük konfederasyonlar olsun. Her yerde bunun sesini duyurmaya çalışacağız. Bugün de buradayız. Umarız güzel neticeler bunu önümüzdeki yıllarda alırız diye düşünüyoruz. Aksiyaya Britaniyanın müxtəlif universitetlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin və tələbələrinin də böyük dəstəyi oldu. Onlar bildirdilər ki, bu cür aksiyalar nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətlərinə maraq göstərməyə başlayır. Yoldan keçən insanlar, Britaniyada çox turistlər var. Turistlər müxtəlif mənsəblərə, dinlərə, təriqətlərə, müxtəlif peşə və milliyyətlərə mənsub olan insanlar gördüyünüz kimi çox maraqlanır. Hərəmizə yaxınlaşır, soruşur, sonra da bu məsələ ilə daha çox araşdırmalar aparacaqlarına vəd verirlər. Bu bizim üçün çox böyük bir işdir. Məncə belə bir aksiyaların keçirilməsi mühüm faktdır. Böyük Britaniya parlamentinin qarşısında keçirməyimizin özü bir simvolika daşıyır. Çünki önəmli bir qərarların verildiyi yerdir Britaniyada. Və ümid edirik ki, Britaniya ictimaiyyəti bu soyqırım haqqında hər il çox olsa da məlumat toplayır. Bu il də Britaniya parlamentində baş nazirin deməli ofisində petisiya hazırlamışıq biz baş nazirə. Amerikada bildiyiniz kimi bu yaxınlarda artıq o 100.000 səs toplanıldı. Eyni o qaydada da Britaniya baş nazirinə ünvanlanmış bir petisiya, Xocalı soyqırımının anımını qeyd eləmək məqsədi ilə bir petisiya hazırlamışıq. Artıq ona da səs toplayırıq. Aksiya çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanıldı.
Xocalı soyqırımının 21-ci il dönümü ilə əlaqədar Londonun Trafalgar meydanında başlayan yürüyüş miting Böyük Britaniya parlamentinin qarşısında Azərbaycanın dövlət himninin oxunması ilə başa çatdı. Ramin Qurban, Vüqar Quliyev, Xəbərlər, London.